Polisə müraciət edən qadın saxlanıldı. Rəfiqəsinə qarşı ağla sığmaz hərəkət. Daxili İşlər Nazirliyindən reporta verilən məlumata görə zərər çəkən polisə müraciət edərək 5000 manat dəyərində qızıl zinət əşyalarının naməlum şəraitdə oğurlandığını bildirib. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə cinayəti törətməkdə şübhəli bilinən 47 yaşlı qadın müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla məlum olub ki, saxlanılan şəxs rəfiqəsi ilə birlikdə restoranda nahar edən zaman qızıl zinət əşyalarını çantasına qoyduğunu görüb və diqqətini yayındıraraq həmin əşyaları oğurluyub. Hadisə baş verdikdən dərhal sonra zərər çəkən polisə müraciət edib. Bunu görən rəfiqəsi şübhələri üzərindən atmaq üçün vaxt itirmədən 102 xidmətinə zəng eləyərək onun da elə restoranda $300 pulunun oğurlanması barədə polisə məlumat verib. Saxlanılan qadın rəfiqəsindən taladığı qızıl zinət əşyalarını zərgərlik mağazalarından birinə apararaq satmaqda şübhəli bilinir. Faktla bağlı araşdırmalar davam etdirilir.